BTV Xəbərə xoş gəlmisiniz. Bizlərlə xahiş edirik təəssüratlarınızı bölüşərdiniz. Təşəkkür edirəm, çox sağ olun. İlk öncə dəvətə görə. BTV TV uğurlar arzulayıram və rəhbəri dostumuz Salih bəyə də uğurlar arzulayıram. Çox mənim təəssüratım burada həqiqətən də bu tamamilə dəyişdi, tam fərqli oldu təəssürat. Mən hesab edirəm ki, BTV Azərbaycan Evir məkanında qısa müddət ərzində öz xüsusi yerini tutacaq, öz layiqli yerini tutacaq və bu bizim cəmiyyətimizə, həm də dövlətimiz üçün inşallah öz bəhrəsini də verəcək. Biz efir məkanı bilirsiniz, təbliğat üçün çox önəmli bir sahədir. Önəmli sahə olduğu üçün də burada gedən proseslər, baş verən hadisələrə münasibətlər, tamamilə insanlarda xəbərin necə çatdırılması məsələsi çox önəmlidir. Sahil bəyin mən hesab edirəm ki, bütün bu proseslərin birincisi kimi çox təcrübəli bir, təbii ki, mən elə təcrübəli bir insan kimi tanıyıram, bu sahənin təcrübəli bir insanı kimi tanıyıram. Ona görə bu çox ciddi, müsbət faydasını mən elə gəlir ki, ölkəmizə verəcək uğurlar bir daha.